Efirdə Telegrafın 15:00-a olan xəbər buraxılışıdır. Günün bu saata olan mühüm xəbərlərini təqdim edirik. Azərbaycan və Ermənistan sərhəddinin xəritəsi hazırlanır. Prezidentin Euronews'ə müsahibəsində detallar. Azərbaycan qlobal təcrübə yaradır. Prezident İlham Əliyev Euronews televiziyasına müsahibəsində Azərbaycanın ev sahibliyi etdiyi VUF-13, eləcə də qlobal urbanizasiya problemləri ilə bağlı mühüm fikirlər səsləndirib. VUF-13-də 182 ölkə təmsil olunur ki, bu iştirakçı sayına görə rekord hesab olunub. Siyasi şərhçi Asif Nərimanlı hesab edir ki, iştirakçı sayının çoxluğu iki səbəbdən qaynaqlanır. Birincisi, qlobal urbanizasiya məsələlərinin əhəmiyyətidir. Hazırda əksər ölkə şəhər salma prosesinə xüsusi diqqət yetirir. Çünki məsələ təkcə əhalinin məskunlaşma probleminin həlli yox, bunun necə baş verməsidir. Urbanizasiya özü ilə sosial-iqtisadi, eləcə də mədəni çağırışları da gətirir. Xüsusilə kəndlərdən şəhərlərə doğru axının güclənməsi, şəhər həyat tərzinin dəyişikliyə məruz qalması, ekoloji çətinliklər bu məsələni daha da aktuallaşdırır. Bu baxımdan şəhərsalma məsələsi ilə bağlı müzakirələr diqqət mərkəzindədir. İkincisi, Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu Bakıda keçirilən foruma diqqəti 2 qat artırıb. Bakı hazırda qlobal problemlərin müzakirə edilməsi və həll yollarının tapılmasında dialoq platforması rolunu oynayır. Bundan öncə paytaxtımızda baş tutan COP29 tədbiri və COP tarixində mühüm yeniliklərin əldə edilməsi bunun bariz nümunələrindəndir. VUF iştirakçıları da təhlükəsiz Azərbaycanda səmərəli dialoq apara, təcrübə mübadiləsi edə və problemlərin çıxış yollarını tapa biləcəklərini düşünürlər. Dövlət başçısı da müsahibəsində bildirib ki, forum iştirakçılarının sayının rekord həddə olması həm mövzunun nə qədər mühüm olduğunu, həm də ev sahibi ölkənin geniş beynəlxalq əlaqələrə malik olduğunu nümayiş etdirir. Prezident qeyd edib ki, bu forum bizim üçün indiyədək görülən işlər, gələcək planlarımız barədə auditoriyaya və beynəlxalq ictimaiyyətə məlumat vermək, eyni zamanda tərəfdaşlarımızın təcrübəsindən yararlanmaq baxımından da bir fürsətdir. Çünki iştirak səviyyəsi, dövlət və hökumət başçılarının sayı göstərir ki, bugün şəhərsalma məsələləri bir çox dünya liderlərinin diqqət yetirdiyi mövzulardan biridir. Mən çıxışımda da qeyd etdiyim kimi, tarixi və memarlıq irsinin qorunması ilə şəhərlərin müasirləşdirilməsi bir-biri ilə uzlaşmalıdır. Göründüyü kimi, Azərbaycan qlobal urbanizasiya siyasətinin formalaşmasına öz töhfəsini verir. Müasir şəhərsalma prosesində ətraf mühitin qorunması və insanların yaşıl zonalarla, parklar, istirahət güşələri və digər amillərlə təmin edilməsi əsas prioritetdir. Azərbaycanın bununla bağlı mühüm təcrübəsi var. Paytaxt Bakıda müasirliklə tarixin harmoniyası, eləcə də yaşıl zonaların genişliyi, həmçinin Qarabağ və Şərqi Zəngəzur bölgəsində həyata keçirilən ağıllı şəhər layihələri şəhərsalma presedentini yaradır. Bununla yanaşı, azad olunmuş ərazilərdə yer üzündən silinmiş şəhər və kəndlərimizin qısa müddətdə yenidən inşa edilməsi ilə Azərbaycan beynəlxalq müstəvidə şəhərsalma təcrübəsi yaradıb. Dövlət başçısı qeyd edib ki, biz bugünədək şəhər və kəndlərin sıfırdan qurulması ilə bağlı misilsiz təcrübə formalaşdırmışıq. Təəssüf ki, işğal altında olmuş ərazilərin geniş miqyaslı dağıntılara məruz qalması bizi buna vadar etdi. Mərhələli yanaşma, bəzi hallarda isə paralel inkişaf nəticəsində 5 ilə artıq 85 min insanın doğma torpaqlarına qayıdışını təmin etmişik. Prezident beynəlxalq şəhərsalma prosesində nümunə olan təcrübəni bölüşüb. Öncə elektrik enerjisi məsələsi həll olundu. Bugünədək 307 meqavatlıq hidroenerji gücü istifadəyə verilib. Hazırda 340 meqavat gücündə günəş enerjisi layihələri inşa edilir. Bu həcm yalnız Qarabağ və Şərqi Zəngəzur üçün deyil, daha geniş ərazilər üçün də kifayət edəcək. Bununla yanaşı elektrik şəbəkəsinin ölkənin ümumi enerji sistemi ilə inteqrasiyası təmin olunub. Ümumi uzunluğu 75 kilometr olan tunellərin 70 kilometri artıq istifadəyə verilib. 500 körpüdən 435-i artıq tikilib. Dəmir yolları, məktəblər, xəstəxanalar paralel şəkildə inşa edilir. Dövlət başçısı bildirib ki, yenidən qurmanın ilk illərində əsas sərmayəni infrastrukturun yaradılmasına yatırtmışıq. Hazırda isə əsas sərmayəmiz yaşayış sahələrinin tikintisinə yönəldilib. Şəhərlərin baş planları, ağıllı şəhər və ağıllı kənd konsepsiyaları üzrə layihələr həyata keçirilir. Hər bir kənd üzrə planlar icra edilir. Beləliklə hesab edirəm ki, bizim təcrübəmiz bənzər problemlərlə üzləşmiş ölkələrə yenidən qurma üçün bir nümunə ola bilər. Prezident vurğulayıb.
WUF-13 həm qlobal urbanizasiya problemlərinin həllində, həm də Azərbaycanın öz təcrübəsini digər ölkələrlə bölüşməsində müstəsna rol oynayır. Aprelin 29-da Ağveranda keçirilən görüşdə Azərbaycan və Ermənistanın delimitasiya komissiyaları delimitasiya işlərinin aparılması proseduruna dair 3 layihə qaydasının mətnləri barədə razılığa gəlib. Tərəflər qaydaları təsdiqləmək üçün öz hökumətlərinə müraciət edəcəkləri barədə razılaşıblar. Başqa sözlə, Ermənistan və Azərbaycan hökumətləri bu qaydaları müvafiq qərarla təsdiqləməlidirlər. Telegraf xəbər verir ki, bu barədə Ermənistanın HETK portalı məlumat yayıb. Mənbə xatırladıb ki, Ermənistan Ədliyyə Nazirliyi Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası sənədlərinin rəsmiləşdirilməsi və dərc edilməsi qaydası haqqında, dövlət sərhədinin delimitasiya xəritəsinin yaradılması qaydası haqqında, dövlət sərhədinin delimitasiyası zamanı delimitasiya üzrə ekspert qruplarının iş qaydası haqqında qaydaların təsdiq edilməsi haqqında layihəni ictimai müzakirəyə təqdim edib. Hər iki tərəfin razılaşdırdığı qaydalara əsasən delimitasiya üzrə ekspert qrupları yaradılacaq. Qruplar həmçinin yerin məsafədən zondlanması və ya hava fotoqrafiyasına dair materialların qəbulu və emalı üzrə texniki işlər görəcəklər. Bundan əlavə, delimitasiya işləri dövrü üçün ümumi geodeziya bazası yaradacaq, topoqrafik və geodeziya işləri aparacaq, xüsusən də sərhəd xəttinin bütün uzunluğunu araşdıracaq, sərhəd xəttini razılaşdıracaq, razılaşdırılmış sərhəd xəttini özündə əks etdirən delimitasiya xəritəsinin layihəsini hazırlayacaq, dövlət sərhəddi xəttinin təsvirinin layihəsini tərtib edəcək və digər məsələləri özündə ehtiva edəcək. Razılaşdırılmış dövlət sərhəddi delimitasiya xəritəsində qırmızı xətlə qeyd olunacaq. Xəritə sərhədin bütün uzunluğunu və hər tərəfdən 2 km enində relyef zolağını əhatə etməlidir. Xəritə albom şəklində tərtib ediləcək. Vərəqlərin nömrələnməsi Ermənistan-Azərbaycan sərhədinin şimal hissəsindən qərbdən şərqə doğru başlayacaq. Başqa sözlə, albomda əvvəlcə Tavuşun, sonra Yeqarkunikin, Vayotzor, nəhayət Sunikin delimitasiya olunmuş hissələrinin xəritələri olacaq. Portal qeyd edib ki, delimitasiya xəritə albomu erməni, Azərbaycan və rus dillərində 2 nüsxədə hazırlanacaq. Eynilə bütün Ermənistan-Azərbaycan dövlət sərhəd keçid məntəqəsinin protokol təsviri hazırlanacaq. Bu və xəritə albomu Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədi haqqında müqaviləyə əlavə ediləcək. Xatırladaq ki, iki ölkənin sərhəd komissiyalarının son iclası aprelin 29-da Ermənistanda keçirilib. İclasda Azərbaycan nümayəndə heyətinə baş nazirin müavini, Azərbaycan və Ermənistan arasında dövlət sərhəddi delimitasiyası üzrə dövlət komissiyasının sədri Şahin Mustafayev rəhbərlik edib.